Hər birinizi salamlayıram. Bugün biz sizinlə səlib yürüşləri haqqında danışacağıq. Deyirik artıq nə baş verdi? Rom imperiyası parçalanandan sonra şərti olaraq da dini kilsəyə parçalandı. Bir tərəfdə Qərbi Avropada oldu Roma papası, Bizansda da oldu patriarx. Yəni bu parçalanma rəsmiləşdi 1054-cü ildə. 1054-cü ildə Azərbaycan tarixində başqa hansı hadisələr baş vermişdisə, onları da yadımıza salın. Deyirik ki, xristianlıq dini rəsmi olaraq kilsəyə parçalandı. Katolik və pravoslav. Katolik haraydı? Qərb. Yəni Roma papası da Latın kilsəsi, ümumdünya dini. Həmin bu pravoslav da Bizansda idi, yəni şərqdə idi. Bunu da həqiqi din adlandırırdılar. Yəni Yunan kilsəsi adlanırdı. Yəni biz bildik ki, 1054-cü ildə xristianlıq dini rəsmi olaraq katolik və pravoslavlığa ayrıldı. Katolik Roma papasıdır, pravoslav da kimdir? Patriarxdır. Yaxşı, bura kimi məsələ aydındır. Gəlin görək nə yazmışıq bura. Papa vilayəti vahid mərkəz. Deyirik həmin vaxtı ümumiyyətcə Qərbi Avropa dağınıq vəziyyətdə idi. Yeganə mərkəzləşmiş qaydada idarə olunan təşkilat haraydı? Deyir ki, bura Papa vilayəti, yəni hara Roma şəhəri və onun ətraf əraziləri vahid şəkildə idarə olunurdu. Mərkəzləşdirilmiş qaydada idarə olunurdu. Qalan bütün yerdə vəziyyət nə cür idi? Dağınıq vəziyyətdə idi. Yaxşı, gəlin görək, orta əsrlər dövründə katolik kilsəsinin əsas gəlir mənbələri nələri idi? Deyirik ki, kilsə torpaqlarından alınan vergilər. Bəli, nə idi bu? Avropada ümumiyyətcə becərilən bütün torpaqların 1/3-i papaya məxsus idi. Deyir ki, elə ən böyük torpaq sahibi papanın özü idi. Niyə? Çünki becərilən torpaqların 1/3-i bunun idi. Əlavə yerdə qalan o 3/2-si var idi. Onlardan da 1/10 vergi salır. Yəni dolar yolla onlar düşən bura gəlib çatırdı nələrsə. 1/3 zaten bunun idi, becərilən torpaqların. 3/2-sindən də 1/10 vergi salırdı. Və yaxşı, başqa gəlir yollar nələr idi? Deyirik ki, indulgensiya, yəni cənnət qəbizləri. Dini saxtalaşdırırdılar, anladırdılar ki, biz Tanrının yeni üzərindəki nümayəndəsiyik, onun elçisiyik və siz əlinizdəki olan bütün mal mülkü bizə verin, əvəzində biz sizə kağız verəcəyik, öləndə o dünyada o qəbizi göstərəcəksiniz, cənnət qəbizini, sizi cənnətə yola salacaqlar. Bu da onların digər elə bir gəlir yolları idi. Bundan başqa dini mərasimlər üçün də haqq qalırlar. Dini mərasimlər nədir? Məsələn, xaç suyuna salınma deyə bilərik. Eyni zamanda kəbin məsələsidir. Bunlara görə də pul alırdı. Yəni o dövrdə ən varlı şəxs Avropada papa idi. Hətta bir sıra dövlətlər deyirik nə edirdi? Papadan borca pul alırdılar. Və həmin dövrdə də ən çox siyasi hakimiyyətə malik olmaqdan ötürü Almaniya imperatorluğu ilə mübarizə aparırdı papa. Yazmışıq bidətçi inkvizasiya məhkəməsi. Nə deməkdir bu? Kimlər ki gəlib deyir, siz yalancısınız. Xalq aldadırsınız, sərvət toplayırsınız, israfçılıq edirsiniz. Həmin şəxsləri nə adlandırırdılar? Kafir, dindən dönən, bidətçi. Və onları verirdilər hara? Kilsə məhkəməsinə. Nə deyək də inkvizasiya məhkəməsi. Həmin inkvizasiya məhkəməsi yəni qayda qanunla iş görmür də. Zaten bunlar bidətçidir. Neyinirdi? Onların əlindəki bütün mülklərini müsadirə eləyirdi, özlərini də edam elətdirirdi, söhbət qutarırdı. Yəni orada papaya qarşı çıxdınsa, sənin aqibətin odur ki, özün arağızını açılacaqsan, bütün sərvətlərini də əlindən çıxacaq. Bura yazmışıq ki, hökmranlıq uğrunda gedən mübarizə, yəni Avropada hökmranlıq uğrunda gedən mübarizənin nəticəsi nə oldu? Heç nə. Deyirik ki, əhali daha çox əziyyət çəkir Avropada bu hakimiyyət uğrunda mübarizə. Çünki tək papalar deyil də, hökmdarlar da bir-bir uğrunda mübarizə aparırdı. Nə baş verdi? Deyirik ki, ən çox kəndlilər əziyyət çəkdi də. Məsələn, aclıq, səfalət geniş yayıldı. Eyni zamanda iqtisadiyyat iflis vəziyyətinə düşdü. İstehsal dayandı. Bundan başqa əhali də daha çox əziyyət çəkdi bu həmin mübarizələrdə. Yəni Avropada nə? Də bu hökmranlıq uğrunda gedən mübarizələrdə. Düzdür ki, papaların ordusu yox idi. Amma ordudan güclü əllərində silah var idi. Nə təbliğat. Məsələn, onlar bir kəlmə deyirdi ki, falan şey eləməyən cəhənnəmə düşəcək. Məcbur idi ki, əhalinin azı 80% o dediklərini eləyirdi. Ona görə də onlar da həmin o təbliğat yolu ilə istədiklərini eləyə bilirdilər. Və papalar artıq gördü ki, vəziyyət nədir ölkədə? Vəziyyət pisdir də, yəni bu güc kənara çıxmalıdır, daxilə sərf olunur. Biz bir-birimizi qırırıq Avropada. Həmin bu gücü Avropadan çıxardıb kənar yerə sərf eləmək lazımdır. Ona görə də ilk olaraq Papa nə qarır? Sülh çağırışı eləyir. Bunun çağırışına heç kim məhəl qoymur. Yenidən mübarizələr gedir. Ondan sonra güc sevgisini ortaya atır. Nə deyir? Deyir ki, siz burada bir-birinizi qırırsınız.
Kafirlər də İsa Məsihin qəbri olan şəhərdə kef eləyirlər. Nə bilim, süd axan şəlalələrdə çimirlər, bal vannaları qəbul eləyirlər və s. Bu da artıq nəyə gətirdi, çıxartdı? Yəni bu Qüds sevgisi bir görür ki, başqa yol yoxdur. Bunlar ancaq bu yolla alladıb apara bilərəm mən. Anladım ki, belə şeylər baş verəcək. Bunlar da mənə aldanıb gedəcəklər. Yəni bax bu yollar həmin o daxildəki gücü kənara çıxartmaq istəyir. Yəni bunun başqa nə bilim vahid din falan filan söhbətləri boş söhbətlər. Həmin vaxtda buna sərf edən bir məsələ var idi ki, Bizans şərq pravoslavları kömək istəyir. Deyirlər ki, biz türklərin hücumunun qarşısını ala bilmirik. Dedi axı 1091-ci ildə Peçeniklər Bizansa yürüş eləyirdi ki, həmin vaxt onlar Roma papasına müraciət edib kömək istəyirlər. 1095-ci ildə Clermont kilsə məclisi çağırıldı. Kim tərəfindən? 2-ci Urban tərəfindən. Bəli, 2-ci Urban dedi ki, nədir? İsa'nın qəbrini azad eləmək lazımdır. Müqəddəs torpaqları, bu müqəddəs torpaqlardakı kafirləri qovmaq lazımdır. Kafir dedikləri də biz müsəlmanları deyirdilər. Bu yolla bunları səlib xaç yürüşünə hazırlayırdı. Onlar da hərəsi yaxasına bir xaç taxıb yürüşə hazırlaşırdı. Amma hamısının özünün məqsədi var idi. Səlib yürüşündə heç kim İsa Məsihin qəbrini azad eləməyə getmirdi. Yəni gözdən pərdə asılmaq üçün deyilən bir söz. Əsas məqsədlər nə idi? Məsələn, kəndlilərin məqsədi nə idi? Yeni torpaqlar istəyirdilər. Eyni zamanda feodal istismarlarından bezmişdilər. Bəs yaxşı, feodalların məqsədi nə idi səlib yürüşündə iştirak eləməkdir? Şərq ölkələrin qarət eləmək istəyirdilər. Yeni torpaqlar, yeni kəndlilər ələ keçirmək istəyirdilər. Roma papası da aydın məsələdir. İstəyir ki, sərvətin üstünə biraz da sərvət gəlsin. Bütün o şərq aləmini, müsəlmanlar neynəsin? Katolikləşdirsin ki, onlardan da başlasın vergilər almağa, daha varlı olsun. Ona görə də birinci səlib yürüşü baş verdi 1096-1099-cu illərdə. Deyirik ki, birinci səlib yürüşün ilk dalğası nə vaxt olur? 1096-cı ilin yazında. Bəli, deyir ki, əsasən zəif silahlanmış, hərb işini bilməyən kəndlilərdən ibarət idi. Avropa kəndliləri idi. Bunlar hərb işini bilmirdi. Bir növ nə adlandırırdılar bunlar? Vəhşi heyvanlar. Hətta bir tarixçi yazır ki, ağıldan, insanlıqdan kənar olan vəhşi heyvanlar kimi döyüşürdülər. Yəni əsas bunların məqsədi qənimət idi. Qənimət üçün gəlmişdi. Hətta Bizans imperatoru onları görür, məyus olur, yenir, qapıları açır, bunları göndərir Səlcuqların üzərinə. Onlar da orada ağır məğlubiyyətə uğradılırlar. Birinci səlib yürüşünün ikinci dalğası 1096-cı ilin sonunda baş verdi. Bəli, burada artıq mütəşəkkil idi. Çünki cəngavərlər gəlmişdi. Bunlar döyüş sənəti bilirdilər. Eyni zamanda döyüş təcrübələri var idi. Hansı dövlətlər gəlmişdi? Fransa idi, Almaniya idi və bir də İtaliya gəlmişdi. Yəni İFA. Fransa, Almaniya, İtaliya. Bunlar gəldilər və artıq Bizans imperatoru ilə görüşdülər. Bizans imperatoru nə dedi? Gördü ki, bunların məqsədləri var. Bunlar gəlib özlərinə dövlət qurmağa. Ona görə deyir ki, Anadoluda müqavilə bağladı səlibçilərlə, Bizansla, yəni Bizans imperatoru ilə müqavilə bağlayır. Bizans imperatoru deyir ki, mən sizi ərzaqla, orduyla, silahla təciz edəcəm, əvəzində Anadoludan aldığınız torpaqları mənə verəcəksiniz. Yəni Səlcuqlardan aldığınız torpaqları mənə verəcəksiniz. Bu cür bir müqavilə bağlandı. Bundan da başqa deyirik ki, bax bu Xaçlı ordusunun vahid baş komandanı yox idi. Bütün qərarlarını yenirdilər. Bir dənə məclis çağırırdılar, orada bir qənaətə gəlirdilər. Deyirik ki, 1099-cu ildə Qüdsə ələ keçirdilər. Müsəlmanların torpağı olan Qüdsə ələ keçirdilər. Burada müsəlmanlarla yanaşı yəhudilər də yaşayırdı az miqdarda. Onlara, bəli, nə vardılar? Qətillər törətdilər və başladılar həmin o müsəlmanları, yəhudiləri oradan qovmağa. Bundan başqa tək Qüds deyil idi. Əlavə olaraq işarəli Tripoli var idi. Antioxiya knyazlığı var idi, Edessa var idi. Bunları da Aralıq dənizinin şərq sahillərində, bizim Aralıq dənizimizdir. Aralıq dənizinin şərq sahillərində yaratdılar həmin krallıqları və knyazlıqları. Dedik ki, haraydı? Edessa qraflığı idi, Antioxiya knyazlığı idi, Tripoli qraflığı idi, bir də Qüdüs. Yəni Yerusəlim krallığını yaratdılar. Ən böyüyü hansı idi bunlardan? Elə o Qüds krallığı idi ki, deyirik ki, bütün o digər yerdə qalan krallıqların başçısı sayılırdı. Yəni vassalı idi də, bax bu Tripoli, Antioxiya, Edessa həmin Qüdsün vassalı hesab olunurdu.
Aha, ikinci səlib yürüşü, səbəb və nəticəsi. İkinci səlib yürüşü niyə baş verdi? Artıq bu deyirik, bu Araq dənizinin şərq sahillərinin tutulması, Tembolidə həmin Qüdsün tutulması artıq Səlcuqları nüfuzdan saldı. Bəzi Səlcuq əmirləri birləşdi, dedilər ki, bunu geri qaytarmaq lazımdır. Deyirik, nə edirlər? Edessanı. Bax, bu Edessa var, ən şimalda olan. Edessa və bəzi əraziləri geri qaytardılar. Buna cavab olaraq ikinci səlib yürüşü baş verdi. Neçənci ildə? 1147-1149-cu illərdə. Nəticəsi nə oldu ikinci səlib yürüşünün? Deyir ki, məğlubiyyətlə nəticələndi. Demək, səbəbi Edessanın tutulmasına cavab olaraq gəlmişlər və məğlubiyyətlə başa çatdı. Aha, niyə? Çünki bunların arasında ziddiyyətlər var idi. Eyni zamanda Bizans da bunlara dəstək vermirdi. Səlcuqlar da inadlı şəkildə mübarizə aparırdı. Ona görə ikinci səlib yürüşü uğursuzluqla nəticələndi. Bundan sonra səlibçilərə, xaçılılara ən çox zərbə vuran kim idi? Səlahəddin Eyyubi. Bunun haqqında hətta kino da var. Deyir ki, 1187-ci ildə Təbəriyyə döyüşü baş verdi. Həmin Təbəriyyə döyüşündə Misir məmlük hökmdarı Səlahəddin Eyyubi Qüdsü həmin səlibçilərdən azad elədi. Ona görə də 3-cü səlib yürüşü baş verdi. Deməli, 3-cü səlib yürüşündə məqsəd nə idi? Qüdsü geri qaytarmaq. 1189-1192-ci illərdə baş verdi. Kimlər gəlir? Almaniyadır, Fransadır, İngiltərədir. Aha, bax bunu birinci səlib yürüşü ilə qaçışdırmırıq. Birinci səlib yürüşündə İFA idi. İtaliya, eyni zamanda Fransa və Almaniya. Üçüncü səlib yürüşündə isə İNFA'dır. İngiltərə, Fransa, Almaniya. Bəli, bunlar gəlirlər, məqsəd də dedikdən yenə Qüdsü geri qaytarmaq idi. Nə baş verir burada? Üçüncü səlib yürüşündə. Deyirik ki, İngiltərə, Fransa kralları dəniz yolu ilə gəlir. Almaniya imperatoru Friedrich Barbarossa isə su yolu ilə, daha doğrusu da quru yolu ilə gəlir. Digərləri su yolu ilə gəlirdi və bunlar da nə oldu? Uğursuzluqla nəticələndi. Yəni uğur qazana bilmədilər. Hətta biz deyirik, Friedrich Barbarossa suda boğulub ölür. Sudan qorxurdu, quru yolu ilə hücum elədi. Elə quru yolunda çayda Ağsu çayı olmalı, səhv eləmirəmsə. Oradan keçəndə hətta tarixçilərin bəziləri yazır ki, su onun belindən aşağı idi. Elə bir yerdə boğulub ölür. Bu üçüncü səlib yürüşdə bəli deyirik ki, də nəticə göstərmədi. Uğursuzluq oldu. Dördüncü səlib yürüşü neçənci ildə olur? 1202-1204-cü illərdə dördüncü səlib yürüşü olur. Yaxşı, digərlərindən fərqi yazmışıq. Dördüncü səlib yürüşünün digər yürüşlərdən fərqi nə idi? Çünki Roma papası 3-cü Innokenti şəxsən başçılıq eləyirdi. Və nə istəyirdi? Deyirdi ki, Qüdsə hücum eləmək istəmirdi. Bu Misirə hücum eləmək istəyir. Çünki kim alıbdı bu Qüdsü bunların əlindən? Misir. Ona da getmək üçün çoxlu vəsait lazım idi də. Deyirdi ki, kimlər ki iştirak eləyə bilmir döyüşlərdə, günahların yumaq üçün, yəni döyüşə getmirsənsə artıq günah eləyirsən. Müsəlmanların üzərinə döyüşə getməyən günah eləyir. Həmin günahları silmək üçün vergilər ödəməlidir. Başladı, yeni vergilər təyin elədi və səfərini əsasən Misirin üzərinə hazırlayır. Ona da nə lazımdır Misirə getməkdən ötürü? Misir deyir, burada Afrikanın şimalındadır. Araq dənizini keçmək üçün buna lazımdır ki, gəmilər. Həmin vaxtda ən çox gəmi kimdə idi? Venetsiyada. Bəli, Venetsiyadan gəmi istəyir. Venetsiyada deyir ki, mən sənə gəmi verəcəm, amma bir dənə şərtim var. Nədir şərti? Misiri yox, Konstantinopol tutmalısan. O da məcbur qalır, gəmiləri alır, Konstantinopola yönəlir. Zaten Konstantinopolla arası yox idi bunun. Çünki Katolik kilsəsi ilə o pravoslavlar arasında zaten əvvəldən problem vardı. Elə deyək ki, yerinə düşür. 1204-cü ildə nə elədi? Konstantinopol tutdu və qarət elədi. Artıq bu onların nəyin göstərir? 3-cü Innokenti yeni vergilər, 4-cü səlib yürüşünün nəticəsi. Bəli, deyirik ki, artıq hətta Bizansın qızıl əsrində inşa olunmuş deyə müqəddəs Sofiya məbədi. Həmin Sofiya məbədi qarət edildi. Və Bizans imperiyası bir müddətlik öz varlığını itirdi. Nə vaxtdan nə vaxta qədər? 1204-dən 1261-ci ilə qədər. Nə yarandı? Xaçlılar orada Latın imperiyasını yaratdılar. Aydın oldu mu? Ticarət üstünlüyü. Bəli, artıq Bizans, Ərəb ölkələri öz ticarət üstünlüyünü itirdilər. Kimə keçdi ticarət üstünlüyü? Venetsiyaya keçdi. Buna kimi məsələ aydındır. Aha, deyirik ki, sonunda da 1261-ci ildə Bizanslılar Latınlıları Konstantinopoldan qovub, daha doğrusu öz dövlətlərini yenidən bərpa etdilər. Amma bu Bizans əvvəlki Bizans deyil idi. Əvvəlki qüdrətini bərpa eləyə bilməmişdi. Yaxşı,
Yürüşlərin Avropa üçün iqtisadi nəticəsi, yəni səlib yürüşlərinin Avropa üçün iqtisadi nəticəsi nə oldu? Deyirik ki, ümumiyyətcə Şimali İtalyan şəhər dövlətləri var idi, Geniya, Venetsiya. Bax, onlar o dəniz üstünlüyünü öz əllərinə aldılar. Artıq Bizansdır, ərəb dövlətləridir. Bunlar ticarətdə zəifləməyə başladı. Əvvəlki qüdrətləri qalmayıb baxı. Bundan başqa deyir ki, Avropalılar şərqdən nəyi mənimsədi? Dərmandır, ətirdir, güzgüdür, ipəkçilikdir. Eyni zamanda yel dəyirmanını apardılar. Bu da onlarda kənd təsərrüfatının inkişafına gətirib çıxartdı. Yeni bitkilər apardılar. Çəltikdir, limondur, ərikdir, qarpızdır. Bu kimi bitkiləri nədilər? Götürüb apardılar. Yaxşı. Bəs səlib yürüşlərinin sosial-iqtisadi nəticəsi nə oldu Avropa üçün? Deyirik ki, Avropalılar ilk dəfə kağız və barıtla tanış oldular ki, bunlar da Çindən gəlib çıxmışdı da ərəblərə. İlk dəfə kağız və barıtla tanış olurlar. Eyni zamanda bunlar da çox mındarçı bir vəziyyətdə yaşayırdılar. Gəldilər, müsəlmanlar nə öyrəndilər? Gündəlik gigiyena qaydalarını öyrəndilər. Bura kimi məsələ mənə elə gəlir ki, kifayətdir. Bəs yaxşı, bu Avropa üçün nəticələrin dedik. Bəs gəlin görək bu səlib yürüşlərinin şərq üçün nəticələri nə oldu? Heç nə. Elə bir bizim o fəlakətimizin üzərində öz gələcək firavan həyatlarını qurdular. Müsəlmanlardır, Yahudilərdir, eyni zamanda şərq xristiyanlardır. Bunlar kütləvi qırğınlara məruz qaldı. Şəhərlər dağıdıldı, mədəniyyətimiz tənəzzül elədi. Yəni bizə heç bir yaxşı şey vermədi. Bizə ancaq nə getdi? Gələcək bədbəxtliyimizin əsasını qoydu həmin bu səlib yürüşləri. İndi danışaq Reconquista hərəkatda bir nəfər də vardı, Papa 2. Yohan Pavel. Nə qarmışdı? Demişdi ki, biz səhv eləmişik. Biz bağışladıq. Siz də bağışlamanızı xahiş eləyirik. Yəni boynuna almışdı ki, səlib yürüşləri çox qəddar və amansız idi. Yəni bunların işi nə idi? Ancaq qarət üçün gəlmişdilər. Bunlar müqəddəs deyilən bir şey yox idi. Əgər müqəddəslik deyən bir şey var idisə, niyə gedib onlar öz kilsələrini dağıdıb qarət etsinlər ki? Bunların bir məqsədi vardı, ancaq və ancaq qarətçi yürüş. Yəni barbar bir yürüş idi bunların yürüşü. Sonra Reconquista hərəkatı haqqında danışır ki, deyirik nədir? Pireneya yarımadasında ərəblərin çıxarılması idi Reconquista hərəkatı. Dedik ki, bu Əməvilər sülaləsi devirlərindən sonra Abbasiləri qəbul eləmir İspaniyadakı ərəblər. Nə yaradılar? 756-cı ildə Kordova xilafətini yaradırlar. Bəli, deyirik ki, bunlar Kordova xilafəti haqqında məlumat. Məlumat belə deyə bilərik ki, deyir ki, bunlar çox inkişaf eləmişdi o dövr üçün. Yəni elə bir Avropadan kənar bir yer idi. Nə idi? Bunlarda Sevilliyada Alcázar saray kompleksi var idi. Eyni zamanda Granadada Alhambra saray kompleksi var idi. Bu onların mədəniyyətin nə qədər inkişaf elədiyini göstərirdi. Bundan başqa gecələr həmin vaxtı Avropada gecələr qaranlığa qərq olan vaxtı həmin bax bu Kordova xilafətində küçələr lampalarla işıqlandırılırdı. Bundan başqa digər dövlətlərlə ticarət əlaqələri saxlayırdılar. Məsələn, İtaliya idi, Bizansdır, Abbasilərdir, Şimali Afrikadır. Bu ölkələrlə ticarət əlaqələri saxlayırdı. Bundan başqa burada universitet də var idi, kitabxanalar, mədrəsələr, hətta nə edirdilər? Cəbirdən, astronomiyadan dərslər də keçirilirdi. Yaxşı. Burada var Vahid İspaniya krallığı. Bundan danışmamışdan əvvəl deyirik ki, ümumiyyətcə əvvəllər bunlar vahid şəkildə idi, yəni Kordova xilafəti. Ona görə də o səlibçilər elə uğur qazana bilmirdi. Amma bir müddətdən sonra bunlarda daxili çəkişmələr baş verir, zəifləyir və bir neçə müstəqil əmirliklərə parçalanır. Həmin vaxtda da gəlirlər bu Reconquista hərəkatının gedişində əmirliklər yavaş-yavaş ələ keçirilir və yerində yeni krallıqlar yaranır. Necə ki, Aralıq dənizinin şərqində yaratdılar, Edessa, Antioxiya, Qüds, Yerusəlim. Onun üçün burada da yaradırlar. Aragondur, Kastiliyadır, Navarradır, Portuqaliyadır və deyirik 1479-cu ildə Aragonla Kastiliya birləşdi. Nə yaratdı? Həmin Aragonla Kastiliya birləşir, vahid İspaniyanı yaratdı. Hətta Navarra var idi ki, biz deyirik ki, Navarranı da İspaniya və Fransa arasında böldülər. Deməli, bu 4 dənə krallıq Portuqaliyadır, Aragondur, Kastiliyadır, Navarradır. Bu dördündən ikisi Aragonla Kastiliya birləşib 1479-cu ildə vahid İspaniya krallığını yaradır. Navarra isə İspaniya və Fransa arasında bölüşdürüldü. Və sonda deyir ki, sonuncu bir mülk qalmışdı da, Granada. Həmin o Granadada 1492-ci ildə tutuldu və bununla da tamamilə müsəlman ərəblər İspaniyadan qovuldu.